Vaxtınız xeyir olsun. Demək, bu günlərdə sınaq 1-in izahını deməli verəcəyik. Yəni ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahını verəcəyik. Digər sınaq 1-də olan bütün sualların izahlarını paylaşmışıq. Gəlin vaxt itirmədən keçək ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. İlk sualımız başlayır 28-ci sualdan. Apple sözü K1, Home sözü K2 açarla Sezar üsulu ilə şriftlənərək uyğun olaraq bu hərflərlə ifadə alınıb. K1 və K2 açarlarına uyğun olaraq təyin edin və K1, K2-ni toplayaq, tabla sözünün şriftini müəyyən edək. Bu da bir sadə sualdır. Bunu da yazmağa çalışaq. Yəni, Apple sözünü köçürtdək belə aşağıdan. Apple. Aha. Deməli, bu K1-dir. K1 yəni bu E, T, T, P. Yəni A-nın şrifti nədir? E-dir. P-nin şrifti T-dir. Digər bu da T-dir. Sonra L-nın şrifti P-dir və Y-nin şrifti isə baxın buradan götürürük. Bunun içərisindən İ hərfidir. Aha. Dəqiqə. Aha. Deməli bunları tapdıq. Sonra isə Home sözünü götürək. Burada K neçə oldu? Gəl bir onu yoxlayaq, sonra Home-yə keçək. A-dan sonra Y. Bax burada A-dan sonra 1, 2, 3, 4. Deməli bizdə K oldu neçə? 4 oldu. K-nı tapdıq 4. İndi isə keçək hansı sözə? Home sözünə. Nə sözü? Home. Görək H hərfinin şrifti neçədir? Bax K-dır. Yəni bu K2 bu da. Buradan götürürük bunun içərisindən. Yəni olacaq H hərfinin nəyi? Şrifti oldu K. O-da oldu R. M hərfində oldu P. Y hərfində oldu H. Aha, bunu da tapdıq. Bunu da tapdıq. Burada görək. Burada bax K1 4-dür. İndi görək K2-də neçədir? Deməli, görək K2-də nəyimiz? K-mız, yəni açar sözü, açarımız neçədir? H-dan sonra K gəlib, bax. H-dan sonra K. 1, 2, 3. Yəni K2-miz neçə oldu? 3 oldu. K2-miz oldu 3. Sonra bizə nə deyir? K1 ilə K2-ni topla. Ümumi K bərabərdir. K1, K2 3 ilə 4-ü toplasam, eləcə 7. K oldu son 7. Sonra deyir ki, table sözünün şriftini müəyyən edin. Bax, table sözünün şriftini müəyyən edəcəyik elə burada. Bunun altından yazacağıq. T-dan sonra 7-ci mövqedə duranı tapmalıyıq. Olan simvolu, şrifti tapmalıyıq, belə desək və yaxud da. Aha. İndi gəlin T-dan sonra 7-ci. T hərfi anı 1, 2, 3, 4, 5, 6 gedirik əvvələ 7. Olur A hərfi. Yəni T-nin şrifti olur A hərfi. Sonra gəlir. İndi A-nın şriftini tapaq. 1, 2, 3. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7. Olur H. Sonra B hərfinin şriftini tapaq. B-dən sonra 1, 2, 3, 4, 5, 6, 7. Olur İ hərfi. Table, L hərfinə baxaq. L hərfində isə L-dan sonra 1, 2, 3, 4, 5, 6, 7 olur S hərfi. E hərfinin şrifti isə E-dən sonra 1, 2, 3, 4, 5, 6, 7 olur L hərfi. Deməyə görə bizdə nə oldu? Biraz qarmaqarışıq oldu. Sadəcə
mahiyyətini əsas olaraq ki, izah etdik. Deməli, A aşağıdan köçürürəm. A, H, I, A, H, I, S, Y. Cavab oldu bu. İndi sonra baxaq neçənci suala? 29-cu suala. 29-cu suala. 29-cu sualda görək nə deyir? A ədədinə aşağıdakı göstərilmiş əmrlər tətbiq edilir. Bu deməli, bu əmrlər bu ardıcıllıqla düzülüb A dəyişənin qiyməti. Burada sadədir. İndi burada nə edirik? Bax, bu cədvəldə yazırıq. 1, 3, 2, burada biz səlqəli formada bunları düzmək lazımdır. 3-ü 7 qoyduq bura, səlqəli oldu. 3'ü burada. 1'i də bir dənə silək. 1, 3, 2, bunu yazacağım. 2, 1, 3, 1. Aha. A-nı 2 götürürük. A-nı 2 götürürük. A-nın bax 2 qiymətində. Deyir 2 qiymətində birinci sıradasa onda 1 əlavə eləyirəm. 2-nin üzərinə 1 əlavə eləyirəm. Eləyir 3. Üçüncüsü də 2 çıxıram. Qalır 1. Sonra 1-dirsə yenə 1 əlavə eləyirəm. Olur 2. Deməli, yox, özür istəyirəm. Bir dəqiqə. Deməli, ikincidirsə alınan nəticəni kvadrata yüksəldirəm. 1-in kvadratı eləyir 1. Sonra 1-dirsə 1 yenə əlavə eləyirəm. Olur 2. Üçüncüdürsə alınan nəticəni 2 çıxıram. 2, 2 eləyir 0. Burada nəsə qarma-qarşılıq getdi. Bir dəqiqə. Burada nəsə səhvlik etdi. Bir dəqiqə, buna bir yenidən baxım. Deməli, A-nı 2 götürdük. 1 qiymətində 1 əlavə etdim. Oldu 3. Aha. 3-dürsə alınan nəticədən 2 çıxıram. 3-dən 2 çıxdım, etdi 1. 1. İkinci sıra deyirsə, alınan nəticəni kvadrata yüksəldirəm. Yenə olur 1. Sonra 1 əlavə eləyirəm. Olur 2. 3-də alınan nəticədən 2 çıxıram. Qalır 0. Qalır 0. Sonra gəlib birinci sıra. Birinci sırada nədir? A ədədinə 1 əlavə edib. 1 plus 0. 1 plus 0 eləyir elə 1. Sadə sualdır. Cavab oldu 1. Rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmli natural ədədin, rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Bu da təbii ki, bildiyimiz hansıdır? 789 ədədidir. 789 ədədidir. Yəni bunların kvadratı, yəni ən böyük ola bilər də və bunların da rəqəmləri cəmi olmalıdır. 7 7 49 kvadrat eləyir. 8 8 64 9 9 81. İndi biz də burada nə etməliyik? Bunların hər birini toplamalıyıq. Bunları da özləri arasında və hamısını toplamalıyıq. 6 4 10 8 9 9 4 13 18, 13, 32. Cavab elədi 32. Bu qədər. Ətraflı yazı cavab tələb edən tapşırıqlarda yazdıq. Sadəcə biraz səlqəli olmadı, amma izahlar da ümid edirəm ki, hər kəsə aydın oldu. Sağ olun.